بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا Muhammed وعلى آله وصحبه ecmaîn. Değerli Müslüman kardeşlerim, her birinizi Uca Allah'ın salamıyla salamlayıram. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu deyirəm. Və bugün danışmaq istədiyim mövzu uzun illərdir ibadət etməsinə rəğmən hələ də Quran oxuya bilməyən müsəlman bacı qardaşlarımız barəsindədir. Dəyərli müsəlman qardaşlarım, dəyərli müsəlman bacı qardaşlarım, illərlə namaz qılıb, ibadət edib, Ramazanlar yaşayıb, amma hələ də Allahın kitabını üzündən oxuya bilməmək həqiqətən insanı ciddi şəkildə düşündürməlidir. Sən dünya işləri üçün aylarla, illərlə zəhmət çəkirsən, dil öğrenirsən, telefon işletmeyi öğrenirsən, maşın sürmeyi, maşın idarə etmeyi öğrenirsən, pul kazanmaq üçün gecə gündüz çalışırsan, bəs səni yaradan Rəbbinin kitabını oxumağa neçə gün ayırmırsan? Uca Allah Qur'an-ı Kərimi asan etdiyini öz mübarək kitabında buyurur. وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ. And olsun ki biz bu Qur'anı öğüt nəsihət üçün asanlaşdırdıq. Elə isə düşünən var mı? Eğer insan illərlə Quran oxumağı öyrənməyibsə, çox zaman problem bacarıqsızlıq deyil, problem səhlənkarlıq, təxirə salmaq və Quran-ı Kərimin haqqının lazımınca dərk etməməsidir. Müsəlman qardaşım, düşün, telefonu istifadə etməyi öyrəndin, sosial şəbəkələri öyrəndin, saatlarla video izləməyi öyrəndin, amma əlif, bə, tə, sə öyrənməyə vaxt tapmadın. Bu insanı utandırmalıdır həqiqətən. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, "Xeyrakum men təalləməl Qur'an və alləməhu." Sizin ən xeyirliniz Qur'anı öyrənən və onu öyrədəninizdir. Bir mümin necə razı ola bilər ki, ömrü keçsin, saçına ağ düşsün, amma hələ də Rəbbinin kitabını oxuya bilməsin. Uca Allah buyurur, "Və qalə'r Rasul, ya Rabbi innə qavmi ittəxəzu hədəl Qur'anə məhcura." Peyğəmbər dedi, ey Rəbbim, həqiqətən qövmün bu Qur'anı tərk edilmiş halda qoydu. Təfsir alimləri deyirlər ki, Qur'an-ı Kərimi tərk etməyin növlərindən biri də onu oxumamağa, öyrənməməyə, onunla məşğul olmamağa laqeyd qalmaqdır. Bəzi insanlar deyir, yaşım keçib, çətindir, vaxtım yoxdur, hələ qarşıda vaxt var, lakin bunlar çox zaman şeytanın aldatması və vəsvəsələrindəndir. Neçə yaşlı insanlar qocaldıqda Quran oxumağı öyrəniblər. Neçə insanlar sıfırdan başlayıb Quran-ı Kərimi üzündən oxuyurlar. Allah subhanahu wa ta'ala heç kəsə gücündən artıq yükləməz. La yukellifullahu nəfsən illə vus'aha. Və ən təhlükəli şey isə budur. İnsan Quran oxuya bilmədiyi halda buna görə qəlbində heç bir narahatlıq hiss etmir. Bu, həqiqətən qəlbin qafil olması, qəlbin sərtləşməsindən qorxulacaq bir haldır. Çünki mümin Allahın kitabına qarşı həssas olar. Abdullah ibn Məs'ud belə deyərdi. İnnə hədəl Qur'anə nəzələ liyu'mələ bihi fəttəxədu tilavətəhu əmələ. Quran nazil oldu ki, onunla əməl edilsin, amma siz isə onu oxunmasına əməl etdiniz. Ey qardaşım, heç olmasa bugündən başla, gündə 10 dəqiqə, bir səhifə, bir neçə hərf belə olsa oxu, öyrən və bunun üzərində davam et. Allah Rəsulü buyurub sallallahu aleyhi və səlləm, Əhəbbül ə'məli ilallah, ədvamuha və inqal. Allah subhanehu və teala'ya əməllərin ən xeyirlisi az da olsa davamlı olanıdır. Çünki Allah subhanahu teala yanında ən sevimli əməl davamlı olan əməldir. Bugün əlif ilə başlayan insan Allah'ın izniyle sabah Quran oxuyanlardan olar. Amma davamlı təxirə salan insan ömrü keçər, peşmançılığı qalar. Quran-ı Kərim sənin Rəbbinin kəlamıdır. Onu oxumağı öyrənmək isə sadəcə bir seçim deyil. Bu, mümin üçün böyük şərəf və bir məsuliyyətdir. Və Allah subhanahu teala'dan istəyirəm ki, Allah subhanahu teala bizləri onun kitabını öyrənib, haqqı ilə tilavət edən qullarından eləsin. Quran-ı Kərimi qəlblərimizin baharı etsin və Allah subhanahu teala bizləri eşidib faydalanan qullarından eləsin. Bu qədər. Vəsselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Subhanəkəllahumma bihamdik. Nəşhədu ən la ilahə illə ənt. Nəstəğfiruka və nətubu iləyh.